Uşaqlarda baş verən qeyri-müntəzəm hərəkətlər, yaxud da qeyri səslər özünü büruzə verirsə, buna tik xəstəliyi deyilir. Tik xəstəliyi həm hərəkətlərlə, həm də səslərlə özünü ifadə edə bilir. Bu zaman uşaqlar gözünü qırpır, göz bərəldir, qaş-göz hərəkətləri eləyir, qeyri-ixtiyari çiyinlərini atır, bəziləri başını önə, bəzilərini yana doğru hərəkət edir və bu da valideynləri çox narahat edir və valideynlər uşağı cəzalandırırlar, yaxud da ki, uşağı bu hərəkətdən uzaqlaşdırmağa çalışırlar. Düşünün ki, əgər siz bu uşağa dedikcə ki, bu hərəkəti eləmə, yaxud da cəzalandırdığınız zaman bu tik hərəkətləri artacaq. Ona görə də siz qəti şəkildə bu uşağa mane olmağa çalışmayın. Bəzi hallarda tiklər özünü öskürməklə, asqırma ilə, burundan fərqli hərəkətlər, səslər çıxarmaqla, yaxud da boğazdan qəribə bir səslər çıxarmaqla özünü büruzə verir. Bəzi uşaqlar qeyri-ixtiyari nalaq sözlər ifadə edə bilirlər, bəziləri hətta özünə belə zərbə vura bilirlər. Daha mürəkkəb tiklər zamanı bu uşaqlarda həm səslər, həm də hərəkətlər özünü büruzə verir və 1 ildən artıq baş verirsə, buna Turet sindromu deyilir.